Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Cəlilabad Regional Şöbəsi əməkdaşları Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qanunsuz taksi fəaliyyəti ilə məşğul olan, habelə müvafiq lisenziyası olmadan sərnişin daşıma ilə məşğul olan avtomobillərə qarşı reyd keçirib. Reyd zamanı Nəqliyyat Departamentinin əməkdaşlarının saxla əmrinə tabe olmayan sürücülərlə yanaşı, onlara qarşı deyilən iradları qəbul etməyənlər də olub. Müvafiq sənədləri və fərqlənmə nişanları olmayan sürücülər saxlanılaraq barələrində inzibati protokol tərtib olunub. Avtomobillər isə cərimə meydançasına aparılıb. Reyddə daha çox sərnişin daşıma ilə məşğul olan minik və mikroavtobuslarda müvafiq lisenziyanın olmaması faktı aşkar olunub. Daha sonra reyd rayonun Heydər Əliyev prospektində davam etdirilib. Qeyd edək ki, reydlər yaxın vaxtlarda Cənub bölgəsinin digər rayonlarında da davam etdiriləcək. Şəmsdən Fikrətli, Rəhman Məlikov, Dünya TV.